Salam, hər vaxtınız xeyir olsun. Deməli, fizika deyim test toplusu birinci hissədən doyan və doymayan buxar mövzusunda maraqlı bir suala baxacağıq. Deməli, bizə deyir ki, Porsche'nin altındakı doyan su buxarının halının dəyişməsi, yəni ROV qrafiki verilmişdir. Mən şəkil təsvir eləmişəm, kənardan seçin. Doyan buxarda bir miqdar su olur və bir miqdar buxar olur. Deyir ki, suyun qrafikinin bir nöqtəsinə uyğun kütləsi 300 qramdır. Deməli, gəlin belə elə, yazaq ki, bir nöqtəsi üçün nə edirik? Bir nöqtəsi üçün əvvəlcə suyun kütləsini yazıram. M su bərabərdir nə qədər? 300 qram. Bizə verib ki, suyun kütləsi 300 qramdır. Yaxşı, bir nöqtəsinə uyğun buxarın kütləsi nə qədərdir? X qram. Biz bunu bilmirik. Və deyir, bu formadadır. 2 nöqtəsinə uyğun deyir, kütləsi 200 qram olarsa, indi 2 nöqtəsi üçün yazaq. 2 nöqtəsi üçün deyir, suyun kütləsi 200 qram olarsa, bir nöqtəsinə uyğun buxarın kütləsini hesablamalıyıq. Gəlin, nə edirik? Məsələni analiz eləməyə çalışaq. Deməli, bir nöqtəsini təsəvvür edirik. Bir nöqtəsində, kənarda soldakı şəkilə baxırsınız. Burada 300 qram maye var. Deməli, bir nöqtəsində 300 qram maye var və x qram buxar var. Onda belə çıxır ki, birdən yuxarı getdiyimiz proses müddətində biz Porsche'nin həcmi sabit saxlamışıq. V bərabərdir konstant saxlamışıq ilk başlanğıcda. Onda sıxlığın düsturundan kütlə nəyə bərabərdir? M bərabərdir rho vurulsun V. Həcm sabitdir. Yaxşı, biz sıxlığı neçə dəfə artırmışıq? Başlanğıcda rho 0 idi. Sonda isə olub 3 rho 0. Deməli, sıxlıq bizdə 3 dəfə artıb. Sıxlıq 3 dəfə artıbsa kütlə neçə dəfə artacaq? 3 dəfə. Deməli, mən buxarın kütləsi üçün birinci halda x desəm, bu qrafikin sonunda, burada buxarın kütləsi nə qədər olacaq? 3x olacaq. Düzdürmü? Davam edirik. Sonraki mərhələdə isə görürük ki, biz əlavə olaraq bu dəfə sıxlığı sabit saxlayıb həcmi 2 dəfə artırmışam. Yenə demək yazıram rho bərabərdir konstant. Kütlə üçün yazıram m bərabərdir rho vurulsun V. Bu dəfə rho-nu sabit saxlayırıq. Həcmi 2 dəfə artırırıq. Həcm 2 dəfə artırında kütlə yenə 2 dəfə neyləmiş olacaq? Artmış olacaq. Yaxşı, prosesin başlanğıcında 3x isə sonda neçə x olacaq? 6x. Sonda oldu 6x. Deməli, yaxşı. Deməli, qrafikin sonunda buxarın kütləsi oldu. Nə qədər bizdə? 6x. Və biz bilirik ki, qapalı proses, yəni qapalı qab olduğu üçün burada ümumi kütlədə heç bir dəyişiklik olmamalıdır. Yəni, Porsche'nin yuxarı getdikcə suyun kütləsi azalır, buxarın kütləsi artır, amma cəm olaraq dəyişmir. Deməli, bir nöqtəsində bizim nə qədər ümumi buxarla mayemiz vardı? 300 plus x qədər. Sonda nə qədər oldu bizdə? 200 qram. Bizim 200 qram suyumuz var və 6x-a buxarımız var. 200 plus 6x. Tənliyi həll etsə bir məhsullu tənlikdir. 5x bərabərdir 100 qrama. X bərabərdir 20 qram olmuş olacaq. Deməli, bir nöqtəsinə uyğun buxarın kütləsi bizdə nə qədərmiş? 20 qram.